Baş Prokurorluğun İstintaq İdarəsində qeyri-hökumət təşkilatlarının nümayəndələrinə qarşı aparılan cinayət işi üzrə 3 nəfərin məhkəmə istintaqı başlayıb. Qafqaz-Infonun məlumatına görə mühakimə olunanlar Bəşir Süleymanlı, Qalib Bayramov və Nərgiz Muxtarovadır. Onlardan yalnız Bəşir Süleymanlı həbsdədir. Ayrı-ayrılıqda baxılan işlər üzrə prokuror ittiham aktını elan edib. İttihamda deyilir ki, Bəşir Süleymanlı digər şəxslə birgə beynəlxalq donor təşkilatlarından bir sıra layihələrin keçirilməsi adı ilə 148 min, Qalib Bayramov 100 min manat, Nərgiz Muxtarova isə 150 min manat qrant alıb. Lakin həmin vəsaitlərin alınması barədə müvafiq quruma məlumat verilməyib, pullar həqiqi mənbəyini gizlətmək məqsədi ilə leqallaşdırılıb. Nərgiz Muxtarova Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayılla əlbir olmaqda təqsirləndirilir. Şəhla İsmayıl barəsində hələ ki ibtidai istintaq aparılır. Təqsirləndirilən şəxslər isə heç bir epizod üzrə özlərini təqsirli bilməyiblər. Qalib Toğrulun vəkili Zibeydə Sadıqova vəsatət qaldıraraq cinayət işi üzrə icraata xitam verilməsini istəyib. Vəkil vəsatətini cinayət işində qeyd olunan qrup üzvlərinin kimliyinin müəyyən edilməməsi və ittihama əsaslandıran digər yetərli sübutların mövcud olmaması isə əlaqələndirib. Məhkəmə bu vəsatəti əsassız sayaraq təmin etməyib. Növbəti prosesdə təqsirləndirilən şəxslərin sərbəst ifadə verəcəkləri gözlənilir. Qeyd edək ki, İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri Qalib Toğrul, iqtisadçı Qubat İbadoğlunun qardaşıdır.